bura qonaq gəlib bunu içib bəyənənlər təzədən mənə zəng edirlər. Fəxriyə xanım, biz çayımızı gözləyirik. Biraz gələndə belə yuxulu fason edim, belə isti zatı. Bunu içdim, belə gördüm, əməlli başlı adamı belə ayıldır. İnanın ki, belədir. Biz demədik. Ay, can, Ceylon çayı. Özdə hərcidir. Ceylon çayı hərci. Qıpqırmızı xoruz pipi bir çaydan dadmağı təklif edirik. O çayın dadına baxın, görün necədir. Böyük məmnuniyyətlə. Bəh. Nuş olsun. Xoşbəxtlik odur ki, bu gün də bizim tacirlərimiz, iş adamlarımız Azərbaycan məhsullarını təkcə dünyada təqdim etmir. Dünyanın məhsullarını da vətənin ayağına gətirir. Bəli. Bütün 80 illik ömrünü çaya ithaf edən bir çay içən kişi kimi sənə təşəkkür edirəm. Çox səmimi qəlbdən mənim payıma insafən düşür ki, mən deyim, bəh, nə gözəl çay. Cənab Səfir, bu Hacı Ceylon çayıdır və bu keyfiyyət nişanəsidir və mən ümid eləyirəm ki, sizin ailə üzvləriniz və sizin xanımınız bu çayı bəyənəcək. Və çayı da içirik Xəzərin sahilində bu gözəl mənzərədə. Çox gözəl çaydır, çox bəyəndim dadı. Mən bu çayı hökmən içəcəyəm ona görə ki, bu cür gözəl verilişə sponsorluq eləyən belə bir əgər şirkət varsa, onu mütləq dəyərləndirmək lazım. 70 yaşım vardı. Bu 72 yaşın içində bu Ceylon çayı qədər dəyərli, dadlı, ətirli çay, inanın səmimiyyətinə mən içməmişəm. Hacı Ceylon çaylarından hədiyyəmiz var sizə. Nə yaxşı. Əlbəttə, bax bunu götürürsünüz Sobra xanım, aparırsınız evə və nəvələrinizi, həyat yoldaşınızı, qızlarınızı yığırsınız süfrə ətrafına və Hacı Ceylon çaylarından dəmləyirsiniz və sözün əsl mənasında gözəl bir vaxt keçirirsiniz. Belə bu Hacı Ceylon çayını dəmləyib ləzzətlə içirik. Sizə də nuş olsun. Mən Turqay Qəribli, Avropa çempionu və 3 qızıl medal mükafatçısı. Hacı Ceylon çayını içdim, nə qədər gözəl olduğunu hiss elədim və sizlərə də tövsiyə edirəm. Çox gözəldir çaydır, dadı da gözəldir və mən də hər kəsə tövsiyə edərəm. Ən ləzzətli çay Hacı Ceylon çayını tövsiyə edirəm. Sizə Hacı Ceylon çaylarından sovqat gətirmişik. Bu Azərbaycan brendidir. Biz sizə təqdim edirik. Bu da əsl Azərbaycan brendidir və bu Şri-Lanka hökumətinin təqdim elədiyi bir loqodur. Bəh. Deyir ki, əzizinəm danədir, şana tellər danədir. Gözəl çaylarımızın sayı çoxdur. Bizim hacımızın çayından bir danədir. Mən Fərid Nuriyev, müasib təlimçi. Hacı Ceylon çaylarını içərək zövq alıram. Və Çingiz müəllim, bunu apararsınız, ailə üzvlərinizlə, nəvələrinizlə bərabər dəmləyərsiniz, içərsiniz. Və bu əsl Azərbaycan brendidir. Çox keyfiyyətli bir məhsuldur. Veriliş boyda içdiniz. Bəli, siz hər dəfə onu doldurursunuz yanı için. Bundan sonra həmişə Hacı Ceylon çay içəcəyəm. Mən sizə də məsləhət verirəm. Hər əməliyyatdan sonra, əzizlərim, mən bu çaydan istifadə edirəm, içirəm və bütün yorğunluğumu tamam unutmuş oluram. Bu əsl Azərbaycan brendidir. Verilişinizdən sonra mən artıq özüm də qohum əqrəbədə hamısı bu çaydan istifadə edib. Bu çayı bir neçə dəfə dadmışam veriliş boyu. Və hesab edirəm ki, içdiyim çayların içində bu çayın da öz yeri olacaq. Həqiqətən keyfiyyətli çaydır. İş çox olursa insan yorulur və yorulanda mən çalışıram ki, çay içim. Artıq mən öz çay seçimimi etmişəm. Hacı Ceylon çayıdır.